Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadəm. Coğrafiya və kurikulum üzrə təlimçi hər birinizi salamlayıram. Bugün coğrafiyadan qısa bir izaha baxaq. Materik dəyazlığı və ya şelf nədir? Müəllimlər, materiklərin sualtı davamında 200 metrə qədər dərinliyi əhatə edir şelf. Nəhərə qədər 200 metrə qədər olan dərinliyi əhatə edir. Səthi nisbətən hamar, az meyilli olan şelf zonası əsasən akkumulyativ düzənliklərdən ibarətdir. Nədən ibarətdir? Akkumulyativ düzənliklərdən. İndi biz əzbərləməyək. Biz çalışaq ki, öyrəndiyimizi anlayaq, dərindən anlayaq ki, bu bizim uzun müddətli yaddaşımızda qalsın. Akkumulyativ düzənlikdən ibarətdir. İndi bəs akkumulyativ düzənlik nədir? Akkumulyativ düzənlik yer səthinin çökək sahələrində süxurların gətirilib toplanması və səthinin hamarlanması hesabına yaranan mütləq yüksəkliyi daha az olan düzənlikdir. Mütləq yüksəkliyi az olan. Burada da deyir ki, materiklərin sualtı davamından 200 metrə qədər olan ərazini əhatə edir və hamar olur, az meyilli olur, əsasən akkumulyativ düzənliklərdən ibarət olur. Bəzən şelf düzənliklərində qədim çay dərələrinə, şimal enliklərində isə buzlaq bərşəlli relyef formalarına rast gəlmək mümkündür. Qranit qata malik olan şelf zonası ən geniş şimal buzlu okeanda yer tutur. İndi burada biz qranit qata baxaq. Şelfdə qranit qatı olur. Bu, okean dibinin relyefinə aiddir. Bilirik, okean dibinin relyefi materik dayazlığı, materik yamazı, materik ətəyi və s. kimi relyef quruluşuna malikdir. Materik dayazlığı və şelf, yəni okean dibi relyefi getdiyinə baxmayaraq, amma bunlar materikin davamı olduğu üçün, yəni materikin sualtı davamı deyir yaxı, materiklərin sualtı davamı olduğu üçün, deməli, materik dayazlığında qranit qatına rast gəlmək mümkündür. Qranit qatı olur. Ən geniş də şimal buzlu okeanda yer tutur. Sağ olun müəllimlər. Hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.